Salam əziz tələbələr, mən Master School Təhsil Mərkəzinin İngilis dili müəllimi Rəhimli Əfsanə sizinlə 11-ci sinif OTK sınağının suallarını müzakirə edəcəyik. Birinci sualdan başlayarıq. Compound nouns mürəkkəb isimlər istəyir. German sonu mən ilə bitməsinə bərabər sadə isimdir. Mən onun tərkib hissəsidir. Shipbuilding mürəkkəb sözdür. Ship və building sözlərindən ibarətdir. 2 doğru cavabdır. Statesman, state və mən sözlərindən ibarətdir. Mürəkkəbdir. Doğru cavab var. Settlement isə men şəkilçisi ilə düzələn düzəltmə isimdir. Ona görə çıxırıq. Brotherhood isə hood şəkilçisi ilə düzəlmiş qardaşlıq deməkdir. Düzəltmə isimdir. Cavab 2, 3. Y variantı. 57. Choose a correct variant article testidir. Biz demişik ki, yaşayış məntəqələrinə yaxın hər kəs tərəfindən bilinən obyektlərdə Z artiklı verilir və bird sayıla bilən tek isimdə qarşısında sifət var, mütləq qarşısına E artiklı veriləcək. Tek isimdən qarşısı boş qalmaz. D və E artiklları. D variantı. Compound nouns mürəkkəb isimlər istəyir. Countryside mürəkkəb isimdir. Relationship, accident mürəkkəb deyil. A variantı getdi. Boredom, dom şəkilçidir, düzəltmədir. Construction, şın şəkilçi, düzəltmədir. Grandparents mürəkkəbdir, B variantı getdi. Ambassador mürəkkəb deyil, getdi. Championship, şıp şəkilçisi getdi. Chairperson artıq C variantı getdi. Mother-in-law mürəkkəbdir, mother və law. Battleship, biz ship şəkilçisini 2 halda gördük. Relationship və battleship. Əgər ship şəkilçisi ship sözü birləşmədə gəmi mənasını verərsə, biz bu zaman onu mürəkkəb götürürük. Bu sözlərə aid warship, spaceship, desert ship, battleship, steamship. Burada gəmi mənasını verdiyinə görə və passerby biz götürürük D variantı. Achievement, men şəkilçisi burada düzəltmədir. Ona görə Y variantı da getdi. Make-up sentence cümlə qurmaq lazımdır. Biz cümlənin burada mürəkkəb cümlə quracağıq. Ona görə bir-birləri arasındakı əlaqəni qurmaq lazımdır. The film Titanic filmi which made Leonardo DiCaprio famous. Titanic filmi hansı ki Leonardo DiCaprioni məşhur edib çəkilibdir 1997-ci ildə. Bu ardıcıllıqla cavabımız A variantı. 60 nömrəli testdə uzlaşma, agreement testidir. Novel, The Three Musketeers. Noveldən gedir söhbət. Novel təkdə olduğu üçün biz cəm olanları çıxırıq. Bizim tək xəbərlərimiz is, was, has və sonu S ilə bitən feillərimizdir. Cavab D variantı. Will isə quruluş cəhətdən yarımçıqdır. Will be olmalı idi. Ona görə səhv cavabdır. Definition testi. Lüğət tələb eləyir bu test. Mütləq lüğət bilmək lazımdır. Identity, a person's name and other facts about who they are. Yəni insan kimliyini belirləyən adı və onun haqqındakı başqa faktlar. C variantı. Adulthood, a state or period of being fully grown. Yəni olğun olan böyük vaxtıdır insanın. Correspondence, the action of writing, receiving and reading letters. Yəni oxuma, yazma, anlama belə deyək prosesi. B variantı. Cavab 1C, 2A, 3B. A variantı. Possessive case yəlik haldır. The queen's arrival, kraliçanın gəlişi was təkdədir. Bu da yəni xəbərimizdə var. Deməli bu yəlik hal kimi götürülə bilər. Biz yəlik hal kimi işlədə bilmək üçün bir ifadəni noun apostrof S və apostrof S-dən sonra yenə noun, yəni isim olmalıdır. Və yaxud da ki S apostrof cəmdədirsə, yəni isim olmalıdır, ismə qoşulmalıdır və özünə sonra isim gəlməlidir. Diananın burada bişirməkdir feilimiz və biz bunu mütləq yəlik kimi götürə bilmərik, çünki bu feildir. Has cooked, bişirib, bitmiş zamanda olacaq. Başqa da yiyəliyimiz yoxdur. Kate's gone, ümumiyyətlə apostrof S-dən sonra feil gələrsə, bu yəlik hal sayılmır. Bəzi istisna hallar var təbii ki. Tomorrow's lecture, sabahki leksiya. Biz tomorrow, yesterday və today sözlərindən sonra mütləq apostrof S veririk. S apostrof yox, bu da düzgün cavabdır. Cavabımız 1, 4. Yaxın mənalı sözlər seçmək lazımdır. Gloomy, kədərli, qəmli, joyful, sevincli, şən, getdi. C variantı fair, ədalətli, proud, qürurlu.
xeyr, uyğun gəlmir. Resolute, əzmkar, qətiyyətli, cowardly isə qorxaq. Bunlar opposite meaningdir. Still, quiet, sakit deməkdir. Hər ikisi bu düzgün cavabdır. Shy, utancaq, rude isə kobud, qəddar deməkdir. Getdi. Cavabımız B variantı. Cümləyin mənasına görə uyğunlaşdırırıq, tərcüməyə baxırıq. She can't see well, o yaxşı görə bilmir. She needs, onun ehtiyacı var. Əvvəla biz glass sözünü iki mənada bilirik. Bir şüşə, material, bir də eynəklər mənasında. Əgər bu qadının onun ehtiyacı var deyiriksə, bu görməsi üçün eynəyə ehtiyacı olacaq. O da toplu isim, yəni həmişə cəmdə olan isim olduğu üçün mütləq cəmdə olmalıdır. Biz təkdə olan formalarını çıxırıq və cəmdə olan isimin qarşısına heç vaxt artiklı gəlməz. Ona görə cavab D variantı. Sonra variantlara baxırıq. Kəmiyyət bildirən sözlərlə işləyirik. There are cəm bildirir. Paintings cəmdə olduğu üçün mən cəm kəmiyyətlərdən işləyəcəm. Əvvəla A variantı a lot isimlə işlənə bilməsi üçün özündən sonra of gəlməlidir. A variantı getdi. A little və much cəm isimlərlə işlənməz, ona görə silirik. A few. Baxırıq indi tərcüməyə. Əgər bizi müəyyən qədər miqdar verilirsə, yəni müəyyən qədər, yəni kifayət edəcək qədər varsa, bu a few ilə verilir. Yox, əgər yoxdursa, çox azlısa, sıfıra bərabərlisə, inkar mənadadsa few veririk miqdarını. There are paintings in the museum that I haven't seen. Mənim görmədiyim müəyyən qədər şəkil qalıb. Can we stay a little longer? Biraz daha deyir qala bilərik. Demək ki, müəyyən qədər şəkil qalıb ki, o biraz da qalmaq istəyir. Cavab B variantı. Sonra saxophone is a difficult instrument to play. Saxophon ifa edilməsi çətin alətdir. Demək ki, burada yenə instrument təkdə olan musiqi aləti deməkdir. Difficult sifəti gəlib, ona görə artiklı verəcəksiniz. Saksafon da musiqi alətidir və onun haqqında danışılır. Ona görə hər iki tərəfdə A variantı götürəcək. Plural, in the plural, mürəkkəb, cəmdə olan isim istəyir. Ona görə baxırıq, təkləri çıxardırıq. Stress təkdədir. Politics, biz sonu X ilə bitən isimlər, fənn adları, siyasət, bu kimi sözlər sayılmayan isimlər kateqoriyasına aiddir. Ona görə 3-ü çıxardırıq. Clothes, sales, woman kökdən dəyişib cəmdir və goods, mal, əmtə toplu isimdir. Cavab 2, 4, 5. Baxırıq 68 nömrəli testdə a number of və z number of ifadələri var ki, a number of özündən sonra cəm isim, cəm xəbər, z number of isə özündən sonra cəm isim və tək xəbər istəyir. Burada da cəm isim, cəm xəbər gəlib, a number of düzdür. Athletics idman adı olduğu üçün sayılmır və burada feilimizi s ilə verməli idi, verməyib, 2 səhvdir. One of ifadəsini biz hər zaman ofdan, ümumiyyətlə oflu birləşmələrdə yiyəlik halda ofdan əvvələ baxırıq. Ona görə də of təkdir, burada da tək verib. Bu düzgün cavabdır. The population of, yenə ofdan əvvələ baxırıq. Population təkdədir, xəbərim ar verilib, yanlış cavabdır. Cavab 1, 3. Tutum bildirən sözlərlə necə işləyirik? Biz ofdan əvvələ baxırıq və artiklı varsa mütləq bu tutum bildirən sözüm təkdə olmalıdır və yaxud da cəmdədirsə artiklı olmamalıdır. Bunu silirik, gedir. A pair of trousers, bir cüt şalvar, düzdür. A number of-dan sonra cəm isim gəlməlidir, s olmalıydı. Burada cavab səhvdir. Several useful advice, several sayıla bilən cəm isim istəyir özündən sonra. Advice isə sayılmır, ona görə D variantı getdi. An important, sayıla bilməyən isimlərin qarşısına biz heç vaxt an artiklı qoya bilmərik. Ona görə də Y variantı da getdi. 70-ci testdə I don't earn but the conditions are better. Yeni iş yerimdə çox qazanmıram, amma şərait daha yaxşıdır. Deməli, burada earn qazanmaq feilinin miqdarını müəyyənləşdirir. Zərf olacaq. Feilə aid olduğu üçün biz few, a lot of, many və a few kimi sözlərdən sonra mütləq isim veririksə, few, many'dən, a few'dan sonra gələn isimləri mütləq cəmdə olmalıdır. Yəni, sırf isimlərlə işləyir. Biz bunları feillə işlədə bilmərik. Amma a lot of feillə işlənmək istəyirsə, ofsuz gəlməlidir. Ona görə səhvdir. Much götürüləcək burada. Deyir ki, mən çox qazanmıram, amma conditions, vəziyyət daha yaxşıdır. Gəldi yenə tutum bildirən sözlərdən. A carton of
Bu düzdür. Artiklı təkdə verilib, milk sayılmır. Several glass, several özündən sonra cəm istəyir, yəni s olmalı idi, 2 getdi. Two pieces, 2 hissə bildirib cəmlənib, düzdür. A lot of özündən sonra əgər sayıla bilən isim istəyir, gəlirsə mütləq cəmlənməlidir. Sayılmayan gəlibsə cəmlənməyə ehtiyac yoxdur. 4 yanlışdır. 1, 3. Keçirik mətnimizə. Mətnimizə bir göz ataq. İlk sualımız complete the sentence. Cümləni tamamlayın. To make book mobiles more modern and eco-friendly. Yəni kitab mobillarını, yəni book mobilları daha modern və eco-friendly, yəni təbiətə az zərər verən, daha faydalı hala gətirmək üçün nələr edilib? Baxırıq mətnimizdə bu harda verilib? Baxın. Bu hissədə. To meet the growing demand for greener book mobiles, some companies have introduced improvements to reduce carbon emission, such as replacing traditional generators with solar panels. Digital Book Mobile promotes a book lending program in libraries and schools through Overdrive. İndi baxırıq. Demək ki, burada company started using solar panels instead of generators. Bu düzdür. Hot air balance xeyir, əksinə bu zərərlidir. Digital Book Mobile promoted e-book lending programs. Bəli, bu da düzgündür. Music and movies xeyir, only deyir burada. Yalnız musiqi və filmlərdən ibarət idi. Xeyir. Burada başqa alternativlər də var idi. İndi göstərəcəm sizə. Məsələn, contains music, records and movies. Rekordlar da var idi. Some companies decided to increase the number of... Xeyr, bu da belə bir ifadədə yox. Cavab 1, 3. Baxırıq 73-ə. The passage is mainly about. Mətn əsasən haqqındadır. Mobile libraries in the 19th and 20th century. 19 və 20-ci əsrlərdə olan mobile kitabxanalar. Xeyr. The history and development. Bəli, bax bu uyğundur. Tarixi və inkişafı. Bu dövrümüzə gəlib çatması, keçdiyi periodlardan bəli bəhs edilir. Individuals attitude towards the ordinary library. Sıradan kitabxanalara fərdlərin belə də münasibətləri. Xeyr, bundan bəhs edilir mətnimizdə. Services that offered by mobile libraries, yəni mobile kitabxanalar xidmətləri, təklif etdiyi xidmətlər. Bundan da yəni bir cümlə ifadə olunur ki, bu təkliflər var. Mobile library transportation, bundan da bir cümlə verilir. Amma mətnimiz əsasən bu mobile library-nin tarixi və inkişafından bəhs eləyir. Keçirik növbəti sualımıza. Why should book mobiles be adapted? Nəyə uyğunlaşmalı idi? Niyə ki, gərək uyğunlaşsın? Because they have reduced transport cost. Nəqliyyat qiymətlərini aşağı edir, azaldırdı. Xeyr, əksinə. No longer exists in the 21st century. 20-ci əsrdə artıq mövcud deyil. Xeyr, hələ də istifadə edilir. Dilin mətnində var idi. Bax, burada deyir ki, in the 21st century mobile libraries are still in use. Hələ də istifadədədir. Amma burada deyir artıq istifadə edilmir. Səhvdir. Because they have to follow special government rules. Dövlət qanunlarına, xüsusi qanunlara tabi olmalıdırlar, izləməlidirlər. Xeyr. Because their collection must meet the reader's needs. Bəli, oxucuların ehtiyaclarına cavab verməli idi. Baxırıq, bəli, var o. İndi göstərəcəm. Yes, burada. Book mobiles are very flexible because their collection can be adjusted to the audience expectation. Adjust uyğunlaşmaq deməkdir. Yəni oxucuların ehtiyaclarına görə uyğunlaşmalı idi. Because they are only used in school and hospitals. Onlar yalnız məktəbdə və xəstəxanalarda istifadə edilirdi. Xeyr, deyir ki, nursing homes, prisons and hospitals. Yəni orada prison da var idi. Ona görə B variantı da yanlış cavabdır. Cavabımız olacaq D variantı. Deməli, hansı fikir doğrudur? Baxırıq. The first mobile libraries were seen in England. Mətnimizdə deyir ki, ilk dəfə 19-cu əsrdə İngiltərədə adı çəkilir. Ona görə də England. Bunu düz götürürük. Currently, mobile libraries are rarely used in the USA. Amerika Birləşmiş Ştatlarında nadir hallarda istifadə edilir. Amma burada deyir ki, 21-ci əsrdə hələ də istifadədədir.
Ona görə bunu yanlış cavabdır. Mobile libraries meet the people's need mostly in inaccessible places. Əl çatmayan deyir, çətin yerlərdə yardıma çatır. Baxırıq görək. Deyir, other ways of delivering information resource around the world are boats, bicycle, horses, elephant and even air hot balloons. Yəni əl çatmayan yerlərdə insanların köməyinə çatır. Görək harda verilmişdi o söz. They also must work in areas where residents have difficulty to getting to library. Yəni kitabxanaya əlaqəsi, əlçatanlığı çətin olan yerlərə də belə deyək, işləyirdilər. Oralarda da işləyirdilər. Mobile libraries allow people to access of the world of books from anywhere. Hər yerdən, istənilən yerdən kitaba çatmaqlarına kömək edirdi. Düzdür. The resources of mobile libraries consist of only books. Mobil kitabxananın mənbələri yalnız kitablardan ibarət idi. Xeyr, biz biraz əvvəl dedik ki, bura həm musiqi, həm kitablar, həm də records, yəni yazılar daxil edir. Ona görə bu da səhvdir. Cavab 1-3. 76-cı sualı 3 cümlə ilə siz özünüz cavab verməlisiniz. Yəni kitabxanalar nə üçün istifadə edilir? 77 nömrəli sualda in the early 20th century mobile libraries served. Burada iki sözü dəyişib yerinə qoymalısınız. Baxırıq. Mobile libraries served. Burada in the 20th century in the United States they served individual homes and entire rural centers. Bax, burada siz artıq bu sözlərdən hansını bilirsinizsə, iki ədədi dəyişib yerinə qoymalısınız. Homes yerinə, məsələn, house, apartment sözlərini verə bilərsiniz. Entire yerinə all, whole sözlərini verə bilərsiniz. Individual yerinə, məsələn, personal sözlərini işlədə bilərsiniz. Center sözünə də territory or area sözlərini işlədə bilərsiniz. Sonra növbəti sualımız gəlirik. 78. To have something inside or include something as a part. Bir şeyin hissəsi olaraq daxil olmaq və yaxud da bir şeyin içinə daxil olmaq, içində mövcud olmaq sözlərini biz baxırıq. Neçənci abzasda deyirdi? İkinci abzasda baxırıq. İkinci abzasda ibarət olmaq, tərkibi olmaq sözü burada. Contain. To contain. Bizdən də feil istəyir. Ona görə də buraya yazırıq. To contain. 79-da provider sözünə sinonim 3-cü abzasdan baxırıq. Distributor sözünü götürürsünüz. Keçirik növbəti sualımıza. Burada artıq dinləmədir. Mətndən bağlı suallarımız bitdi. Keçirik dinləmə suallarına. How did Kate improve her playing ability? How did Kate necə öz oyun bacarıqlarını inkişaf etdirdi? Dinləmədə görəcəksiniz ki, həm çöldə oyun oynamaqla, həm də belə deyək, çoxlu oyunlar oynamaqla və məşq etməklə, practice, məşq etməklə artırır. 2-də wasted, boşa vaxt sərf edir, oynamaq əvəzinə 2 getdi. Bir də yalnız deyir içəridə, yəni qapalı yerlərdə oynadıq. Xeyr, outdoor. Ona görə də 1-4. 81-də yanlış cavabı istəyir. She could play hockey and did well at school. Bu düzdür. Katie Swan became number 2 in the world at the age 15. 15 yaşında dünya ikincisi olur. Düzdür. Unlike other stars, digər ulduzlardan fərqli olaraq Katie wasn't given a racket at an early age. Erkən yaşlarında ona raket, yəni bu top verilməmişdi. Düzdür.
Katie went a local school in the USA. Birləşmiş Ştatlarda gedib məktəbə, düzdür. Katie's parents believe that she will be a professional one day. Belə bir ifadə deyilmir. Sadəcə onun koçu dəstəkləyir və onun bacarıqlı, istedadlı olduğuna inanır. Valideynləri də buna gülürlər. Yəni çox da professional olacağına inandıqlarını göstərmir dinləmədə. The passage is mainly about the second best tennis player in the world. Bunu biz burada da became number 2 in the world. Bax, bu ifadədə də görürük ki, dünya ikincisi olur. Tenis üzrə ona görə A variantını düzgün götürürük. Coach thought about Katie. Katie haqqında müəlliminin fikirləri. Buna bir cümlə ifadə olunur ki, ona inanırdı. Katie's success in playing hockey. Hockey oynayırdı, amma bütün mətn onun uğurlarından bəhs etmirdi. Tenisindən daha çox bəhs edirdi. Signing up for tennis classes in Portugal. Portuqaliyada da deyir ki, tətildə olarkən dərslərə yazılır. Yenə bütün mətn bunun haqqında deyil. Sonra The Young Tennis Stars. Stars artıq bir çox ulduzdan bəhs edir. Ancaq burada yalnız Katie'dən bəhs olunurdu. Ona görə Y-də getdi. Cavab A variantı. Baxırıq 83-ə. When did Katie start playing tennis first? İlk dəfə nə vaxt tenis oynamağa başlayıb? Orada deyir ki, Portuqaliyaya tətilə gedərkən, tətildə olarkən valideynləri o boş qalmasın deyə onu dərsə yazdırırlar. Especially when did Katie start playing tennis first? When she was on holiday in Portugal. Yəni Portuqaliyada tətildə olarkən. Katie loves competing. Katie yarışmağı sevərdi. Special xüsusilə də nə vaxt o qalib gəldiyi zaman. When she wins. Bu formada deyir dinləmədə. Dinləmədə nə eşidirsinizsə çalışın cavab olaraq konkret elə o sözləri yazın. Write one adjective from passage that describe the word competition. Competitions yarışlar deməkdir. Yəni yarışlar sözünü təyin edən bir dənə sifət yazmaq lazımdır. Yarış sözünə aid olsun. O da international, yəni beynəlxalq. International. Belə.